Sizdə olan bir eybi sizə cəmaət deyəndə siz qəzəblənirsiniz. Və sizdə olmayan bir yaxşılığı deyib sizi tərifləyəndə sevinirsiniz. Qəribə bir şeydir adam doğrudan. Bilirəm ki, məndə bu yoxdur. Cəmaət deyib, bunda bu var. Mən də inanıb sevinirəm, qoşuluram onlara. Demirəm ki, axı, məndə yoxdur bu. Məndə bu fəzilət yoxdur. Hələ olsa belə gərək sevinməyim. Olsa belə gərək sevinməyim. Təriflənəndə sevinmək zəif adamın əlamətidir. Bilirsiniz niyə? Sevinəndə adam dayanır. Özündən razı olan adam dayanır. İki halda adam dayanır, hərəkət eləyə bilmir. Bir, məyus olanda məndən heç nə çıxmaz, dayandı. Bir də ki, mən artıq çatmışam. İki halda da dayanır. Ona görə bizə deyirlər ki, nə məğrur olun, nə məyus. Nə məğrur olun, nə məyus. Bir dənə bu xüsusiyyət kifayət ki, adam cəhənnəmə getsin, inanırsınız? Bax, Quran ayəsini deyim sizə. Bir dənə bu xüsusiyyət bir adamda olsa ki, moizə eşitmək istəmir. Bir adam ona bir söz deyəndə əsəbləşir, acığına gəlir, ağır gəlir qəbul eləmək. Quran deyir ki, bu bəsdir ki, adam getsin cəhənnəmə. Bax, belə buyurur. Buyurur və izə qilə ləhuttəqillah. Deyəndə ki, Allahdan çəkin. Buna deyəndə ki, təqvalı ol, mənəviyyatda ol. Görərsən ki, əxəzəthul izzətu bil ism, fəhəsbuhu cəhənnəm və ləbi'səl mihad. Deyir, buna deyəndə ki, təqvalı ol, buna toxunur. Bunun təkəbbürünə toxunur və bunun yeri cəhənnəmdir və o nə pis yerdir. Görürsünüz necə Allah yolu incə yoldur, çox incə yoldur.